Yaponiya hökuməti iyul-sentyabr aylarında əhali üçün elektrik və qaz ödənişlərini azaltmaq məqsədi ilə subsidiya proqramı hazırlayır. Subsidiyalar hesabına vətəndaşların aylıq kommunal xərcləri orta hesabla təxminən 53 manat azalacaq. Məlumata görə, proqram üçün ayrılacaq ümumi vəsaitin 5,3 milyard manatı keçəcəyi deyilir. Qeyd olunur ki, əlavə büdcə yaxın şərqdə gözlənilən uzun müddətli gərginlik fonunda enerji bazarındakı risklərə qarşı tədbir kimi nəzərdə tutulur. Müvafiq qanun layihəsinin gələn həftə parlamentə təqdim ediləcəyi gözlənilir. Qeyd olunub ki, kommunal subsidiya fondunun bir hissəsi benzinin qiymətlərinin dəstəklənməsinə yönəldiləcək. Hazırda subsidiyalar sayəsində ölkədə benzinin orta qiyməti litr üçün təxminən 1 manat 80 qəpik səviyyəsində saxlanılır.